Qrup avtoşun saxlanılması üçün keçirilən reydə siz də baxın. Gecə bir qrup sürücü paytaxtın Yasamal rayonunda hər kəsin 5 mərtəbə kimi tanıdığı ərazidə yaşayan sakinlərin yuxusuna, necə deyərlər, haram qatıb. Özlərini avtoş adlandıran sürücülərin əsasən VAZ 2107 markalı avtomaşınlarla etdikləri hərəkətlərin qarşısını almaq üçün əraziyə çoxlu sayda polis əməkdaşları cəlb edilmişdi. Nəticədə isə Yasamal rayon polis idarəsinin əməkdaşları bir neçə avtoşu saxlayaraq məsuliyyətə cəlb ediblər. Qeyd edim ki, avtoş maşınlarının digər nəqliyyat vasitələrindən fərqləndirilən əsas cəhət həmin maşınların bütün şüşələrinin qara rəngli plyonka ilə örtülü olmasıdır. Polisin avtoşlara qarşı təşkil etdiyi reyd zamanı bu tipli nəqliyyat vasitələri də aşkar edildi. Havadın üstündə olmağına demək deyil ki, sən düşsən. Cəmatın sən maşın sürsən. Hansı cəmatın? Cəmatı göstər, mən onu sürəm. Öyle deyil, gəlib tümünü sürsən. Saxlayan kimi saxlamışam, ben maşında nə saxlamışam. Amma reyd zamanı canlarını polislərin əlindən qurtaran avtoş sürücülərlə də rast gəlindi. Həmin sürücülər həyatlarını təhlükə altına qoyaraq avtomaşın sürətlə idarə edir, həmçinin yoldakı digər nəqliyyat vasitələrinin də normal hərəkətinə maneçilik törədirdilər. Reyd zamanı saxlanan avtomaşınlar cərimə dayanacağına aparıldı. Müəyyən edilən avtoş sürücülər isə Yasamal rayon polis idarəsi 27-ci polis bölməsinə aparılaraq inzibati məsuliyyətə cəlb edildi. Anar Qafarov, Yusuf Əsgəroğlu, Aynes.